Salam dostlar, mən Nadim Alixanov. Azərbaycanın və dünyanın təzə Nostradamusu, Vangası, nə bilim, nə. Niyə görə bu sözləri deyirəm? Çünki bugün mənim kimi doğru dürüst proqnoz verən heç kim yoxdur. Hər kəs nalamuxa vurub bir zaman verir, yalan çıxır, təzədən vaxt dəyişir. Mən sadəcə doğru proqnoz verənəm. Niyə görə bunları deyirəm? Çünki sizlərə aprel ayında zəlzələ olacağını bir çox adamlar paylaşımlar edərək qorxudurlar. Qorxma. Aprel-may ayında dağılıcı qorxulu bir zəlzələ Azərbaycan üçün biz etmirəm. Bu bir. İkinci məsələ, avqust və avqust ayından sonra İran və Rusiyadan gələn təhlükə Azərbaycan üçün hiss edirəm. Onun qabağını alması üçün təbii ki, nə var, nə yox, diplomatik yollarla bizim başçılarımız yəqin ki, tədbirləri görür. Allah qorusun Azərbaycanı. Azərbaycan görərik. Hər kəsin sağ olun.